edilən, indi isə məruzə üçün sözü verilən layihənin eksperti təşkilatın tərcümanlığının hörmətli dayanır. Başlayacağım ki, məsələyə hüquqşünas kimi sırf normativ hüquqi aspektdən yanaşım. Yəni, bu məsələnin hüquqi bazası barədə bir qədər məlumat verim. Bilirsiniz ki, vətəndaşların dövlət həyatında iştirak etməsi istəyir, dövlət idarə etməsini istəyir, yerli idarə etmədə iştirak etməsinin zaman-zaman müxtəlif normativ hüquqi aktlarla onun bazası yaradılmışdır. Məsələn, deyək ki, qanunverici hakimiyyətdə vətəndaşların iştirak etməsi üçün 2009-cu il referendumundan sonra bilirsiniz ki, 40.000 aktiv seçkilik imzası olan qrup öz qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər və yaxud seçki məsələsinə görə 300.000 aktiv seçici referendumla bağlı öz təşəbbüsünü irəli sürə bilər. Həmin deyək ki, vətəndaşların dövlət hakimiyyətinin digər cinahı olan məhkəmə hakimiyyətində ictimai iştirakını təmin etmək üçün bilirsiniz ki, 2000-ci ildə cinayət prosesi məsələ qəbul olunandan sonra orada Anadolular institutu nəzərdə tutulmuşdur. Təbii ki, bu iki cinahda, dövlət hakimiyyətinin iki cinahında vətəndaşların iştirakı nəzərdə tutulsa da, İcra hakimiyyəti cinahında sadəcə olaraq vətəndaşların müraciətinə baxılması haqqında qanun var. Bələdiyyə sistemində demək olar ki, belə bir normativ baza yoxdur. Sadəcə olaraq bələdiyyələrin statusu haqqında qanunda birisi bir ictimai rəy sorğusunun keçirilməsi vardır. Bilirsiniz ki, Azərbaycanda, Azərbaycanın belə də geniş bələdiyyəçilik ənənələri olmayıb. Yəni, bu qurum 1995-ci il Azərbaycan Respublikasının yeni konstitusiyası qəbul olunandan sonra bələdiyyə hakimiyyəti nəzərdə tutulub, 99-cu ildə ilk seçkilər keçirilib və yeni formalaşır. Yəni, Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının bələdiyyəçiliklə bağlı o qədər də geniş imkanları yoxdur. Kadr potensialı məhsuddur. Yəni, belə olan halda bələdiyyələr dövlət dəstəyi ilə yanaşı, ictimai dəstək, vətəndaş cəmiyyətinin digər institutlarının dəstəyi bələdiyyələr üçün son dərəcə böyük əhəmiyyət kəsir. Yəni, deyək ki, bugün bələdiyyələrə Ədliyyə Nazirliyinin nəzdində bələdiyyələrlə iş üzrə mərkəz sifarişlərə dəstək verir, dövlət dotasiya ayırır, büdcədən ayrılmalar var. Amma bununla məsələ bitmir. Yəni, bələdiyyələrin fəaliyyətinin təşkilində istəyir, onun fəaliyyətinin nəzarət olunmasında, istəyir onun vəsaitlərin idarə olunmasında, istəyir onun fəaliyyətinin kadr təminatında vətəndaş cəmiyyətinin institutlarının son dərəcə böyük əhəmiyyəti var. Mən burada diqqətli çəkmək istərdim. Noyabr ayında bilirsiniz ki, 2013-cü ilin noyabrında ictimai iştirakçılıq haqqında qanun qəbul edildi. Bu qanun 2014-cü ilin iyunun 1-dən qüvvəyə minəcək və bu qanun bələdiyyələr üçün son dərəcə böyük hüquqlar açır, son dərəcə geniş imkanlar açır. Yəni, əslində qalsaq bu qanun bələdiyyələrlə vətəndaş cəmiyyətinin digər elementləri arasındakı münasibətlərin tənzim olunması üçün son dərəcə effektiv hüquqi vasitədir. İndi mən bunun ayrı-ayrı nüanslardan toxunacağım, ayrı-ayrı məqamlara toxunacağım. Özünüzdə görəcəksiniz ki, bələdiyyələr üçün bu qanun böyük imkanlar açır. Bu imkanlarda istifadə etmək üçün ilk növbədə müvafiq qanunvericiliyi bilmək lazımdır, onunla tanış olmaq lazımdır, onun imkanlarına bələd olmaq lazımdır. Deməli, bu qanunun əhəmiyyəti nədən ibarət olur? Birinci əhəmiyyəti ondan ibarət olacaq ki, vətəndaşlar bələdiyyə aktlarının qəbulunda iştirak edəcəklər. Öz təklifləri ilə çıxış edəcəklər. Və bilirsiniz ki, normativ hüquqi aktlarının konstitusiya qanununa görə bələdiyyələr normativ xarakterli akt qəbul etmək səlahiyyətinə malikdirlər. Yəni, normativ xarakterli akt bilirsiniz ki, normativ hüquqi aktlar, qeyri-normativ hüquqi aktların arasında intervalda qalan bir aktdır. Yəni, müəyyən bir ərazidə dəfələrlə istifadə olunması üçün qəbul olunan aktdır. Yəni, bu aktın qəbul olunması üçün müəyyən qanunvericilik, belə deyək ki, norma yaratma texnikası tələb olunur. Bilirsiniz ki, bələdiyyələr ayrı məsələdir ki, bələdiyyə seçili orqandır. Yəni, ora seçilən şəxslər ərazidəki nüfuzuna görə, belə deyək ki, tanınmış müəyyən fərdi xüsusiyyətlərinə görə seçilir. Heç də bütün bələdiyyəçilər hüquqşünas deyil, heç də bütün bələdiyyəçilər ekspert deyil. Yəni, o müəyyən normografiya texnikasını hamı bilməyə bilər. Belə olan təqdirdə bələdiyyələr artıq bu sahədə, normografiya sahəsində, qanun yaradıcılıq texnikası sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə onların əməkdaşlıq etmək imkanı yaranacaq. Həmin ekspertlərdən, belə deyək ki, ictimai əsaslardan onlar istifadə edə biləcəklər. Və bir də ki, bələdiyyə aktı qəbul olunur, amma bələdiyyə aktının, belə deyək ki, həyata keçirilməsi, icra olunmasında müəyyən problemlər yaranır. Ona görə problemlər yaranır ki, həmin ərazidə yaşayan vətəndaş həmin aktı hələ özünkü hesab eləmir. Birinci, onu dərk eləmir, ikincisi,
onun qəbul olunması prosesində iştirak edəmir. Amma ictimai iştirakçılıq haqqında qanunun belə deyək, təsdiq elədiyi mexanizmlər əsasında vətəndaşlar bələdiyyə aktlarının qəbul olunmasında, onların həyata keçirilməsində iştirak edəmiş olacaqlar. Digər bir məsələ deyək ki, qanunda nəzərdə tutulur, deyək ki, ictimai şuraların yaradılması, bələdiyyələrin də yanında ictimai şuralar yaradılacaq. Deyək ki, ictimai şuranın əsas funksiyalarından biri olacaq ki, ictimai rəyi öyrənilir, rəy sorğuları keçiriləcək. İndi bilirsiniz ki, bələdiyyələrin statusu haqqında qanunda nəzərdə tutulur bələdiyyələr üçün rəy sorğusunun keçirilməsi. Rəy sorğusunun keçirilməsi belə bir prosesdir ki, bu müəyyən sosioloji biliklər tələb edir. Yəni, məsələ tutaq ki, məhəlləyə çıxdığı kimlərsə soruşdu ki, buranın problemi nədir? Məsələ bundan bitmir. Onu ümumiləşdirmək var, onu ilmi cəhətdən analiz eləmək var. Və təbii ki, bələdiyyələrin məhdud olan o resursları bu belə sorğuların, belə sosioloji metodların tam effektiv şəkildə həyata keçirməsinə imkan yaratmır. Amma elə qeyri-hökumət təşkilatları var ki, sırf onlar sosioloji sorğular üzrə ixtisaslaşırlar. Təbii ki, bələdiyyələr onların imkanlarından istifadə edəcəklər. Eyni zamanda bələdiyyə vəsaitlərinin də qənaət olunmasına gətirib çıxaracaq. Bundan başqa deyək ki, bələdiyyələr üçün vacib olan bir məsələ nədir? Deyək ki, şəffaflığın, aşkarlığın təmin olunması. Yəni, daim bələdiyyələr ictimaiyyətin nəzarətini, vətəndaş cəmiyyətinin nəzarətini öz üzərində hiss edəcəklər. Yəni, bələdiyyə bilirsiniz, bələdiyyə vəsaitlərinin formalaşdırılması, bələdiyyə büdcəsinin formalaşdırılması, ona görə bir çox hallarda bu sahədə problemlər yaşanır ki, bir çox hallarda biz baxırıq ki, bələdiyyənin büdcəsinin formalaşdırılması nədir, yeganə üsul, ya dotasiyaların almasıdır, ya da torpaq alğı satqısıdır. Bu ondan irəli gəlir ki, bələdiyyə vergi sistemi düzgün formalaşdırılır. Bu vergi sisteminin formalaşdırılması prosesini vətəndaş iştirak edəmir. Vətəndaş onu tam mənimsəyə bilmir. Vətəndaşın torpaq desponundan xəbəri olmur. Ona görə də mən hesab edirəm ki, ictimai iştirakçılıq haqqında qanunun bələdiyyələr üçün yaratdığı imkanlar bələdiyyələrlə vətəndaş cəmiyyəti institutları arasındakı münasibətlərin effektiv, hüquqi cəhətdən effektiv tənzim olunmasına gətirib çıxaracaq. Eyni zamanda bələdiyyələr vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı qeyri-hökumət təşkilatlarının resurslarından istifadə edəcəklər. Onların intellektual resurslarından, onların kadr potensialından istifadə edə biləcəklər. Və mən burada bu qanunda çox maraqlı bir nüansı mən qeyd etmək istərdim. Məsələn, bu qanunda nəzərdə tutulub ictimai şuraların yaradılması. İctimai şuranın yaradılması 5-15 nəfər tərkibdə yaradılır və orada fikir verin ki, 16 yaşından başlayır iştirak. Yəni, biz bilirik ki, vətəndaşların iştirakı, aktiv seçki hüququ 18 yaşdan başlayır. Yəni, bu qanunun üstün cəhəti ondan ibarət olacaq ki, artıq 16 yaşdan çatmış şəxslər də, artıq yeniyetmələr də belə deyikdə, onlarda müəyyən bələdiyyəçilik haqqında müəyyən təsəvvürlər formalaşacaq. Ola bilər ki, onlar da gəlib iştirak edəsinlər. Bununla yanaşı mən, təbii ki, hər bir qanunun yüksək üstün cəhətləri var, məziyyətləri var. Orada müəyyən nüanslar da var ki, mən istərdim ki, siz maraqlı tərəf kimi, bələdiyyə rəhbərləri kimi, bələdiyyə qulluqçuları kimi siz özünüz də zaman-zaman bu qanunda deyək ki, sizin fəaliyyətinizi daha geniş fəaliyyətinizə imkan yaradacaq təşkillərdən sübut edəsin. Məsələn, mən birini deyim, deyək ki, bizim seçki məsələlərimizin 12-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulub, çox mütərəqqi bir orada cəhət var. Deyək ki, vətəndaşlığı olmayan şəxs, yəni apatrid, əgər 5 ildən çox Azərbaycan Respublikasının ərazisində yaşayırsa, o, deyək ki, bələdiyyə seçkilərində, milli məclis seçkilərində, prezident seçkilərində seçki kimi iştirak edə bilər. İndi, maraqlı cəhət ondan ibarətdir ki, ictimai iştirakçılıq haqqında qanun yalnız vətəndaşları eğitim edir. Yəni, bu qanunun çətiri yalnız vətəndaşlara eğitim edir. Amma belə götürək də, əgər bir şəxs 5 ildən çox Azərbaycan Respublikasının ərazisində, bələdiyyənin ərazisində yaşayırsa və bələdiyyə seçkilərində hansısa bir namizədə səs verir, bələdiyyənin formalaşmasına iştirak edir, həmin şəxs niyə ictimai iştirakçılıq qaydasında bələdiyyənin fəaliyyətində nəzarətdə iştirak eləməsin? Niyə həmin şəxs bələdiyyənin nəzdində yaradılmış ictimai şurada iştirak eləməsin, təkliflərlə, müəyyən rəylərlə çıxış eləməsin? Yəni, bu məsələləri yaxşı olaraq ki, siz özünüz də məsələləri qaldırardınız, bu bələdiyyələrin inkişafına rəvaz verəcək məsələlərdir. Yəni, bələdiyyələr maksimum çalışmalıdır ki, bütün spektri əhatə eləsin, bütün spektrin problemlərini öz fəaliyyətində əks elətdirsin. Burada deməli, mən biraz danışmaq istərdim
bu qanunun deməli, nəzərdə tutduğu mexanizmlər. Məsələn, bu qanun bayaq ictimai iştirakçılığın formaları arasında biz ictimai şuranın yaradılmasını anlamışıq. Məsələn, ictimai şura yaradılması bələdiyyələrə hansı imkanları verəcək? Məsələn, bələdiyyələrin yanında müntəzəm olaraq vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ya ayrı-ayrı nüfuzlu şəxslərdən ibarət olan bir statik bir, belə deyək də, statik tərkibli bir qurum 2 illik fəaliyyət göstərəcək. Bələdiyyələr, belə deyək də, həmin ərazinin, bələdiyyə ərazisinin o nəbzini, onların sosial problemlərini, onların sosial sifarişi operativ şəkildə informasiya ala biləcəklər. Operativ şəkildə onların məlumatı olacaq ki, bələdiyyə ərazisində yaşayan vətəndaşlara nə lazımdır? Onları maraqlandıran problemlər nədən ibarətdir? Və yaxud bələdiyyənin fəaliyyətində hansı məsələlərdən narazıdırlar? Hansı sahədə çatışmazlıqları görürlər? Hansı məsələlərin təkmilləşdirilməsini günün tələbi hesab edirlər? Və yaxud burada ictimai dinləmə var. İctimai rəyin öyrənilməsi var, mən bayaq bundan danışdım. Hüquq haqların layihələrinin ictimai müzakirə olunması məsələsi var. İndi bələdiyyələr həm fərdi haqlar qəbul edir, həm normativ xarakterli haqlar qəbul edir. Bununla bağlı vətəndaş cəmiyyəti institutları fəaliyyət göstərəcək. Vətəndaş cəmiyyəti institutları ayrı-ayrı qərar layihələri ilə bağlı, qərar layihələrini bələdiyyələrə təqdim edəcəklər. Bu barədə belə deyək ki, bələdiyyələrin fəaliyyəti daha da təkmilləşmiş olacaq. Bilirsiniz ki, bələdiyyələrin fəaliyyətinə dövlət nəzarəti, kifayət qədər dövlət nəzarətinin təmin olunması üçün kifayət qədər mexanizmlər hazırlanır. Yəni, bələdiyyələrin fəaliyyətinə həm Azərbaycan Respublikasının Milli Məclisindən bütün mexanizmlər mövcuddur. Amma vətəndaş cəmiyyəti qarşısında onun məsuliyyətini müəyyən edən mexanizmlər, onun elə, belə deyək də, idarə elədiyi bələdiyyə ərazisinin əhalisi qarşısındakı məsuliyyətini müəyyən edən, onun məsuliyyətini həyata keçirən effektiv mexanizmlər mövcud deyil. Bax, həmin o mexanizmlər bu qanunda nəzərdə tutulur. Mən təklif edərdim ki, tövsiyə edərdim ki, hər bir bələdiyyə üzvü, hər bir bələdiyyə rəhbəri bu qanunla tanış olsun, bu qanunda bələdiyyələr üçün yaradılmış imkanlarda tanış olsun. Məsələn, bələdiyyələrin, deyək ki, Rafael müəllim qeyd elədi, sosial şəbəkələrdə təmsil olunması, internet saytlarının yaradılması, bu vacib məsələdir. Bu sizin üçün, bu qanunun iyunun 1-dən qüvvəyə minməsindən başlayaraq, sizin üçün, bəlkə də bugün, belə deyək də, dispositiv xarakter daşıyır, onda sizin üçün imperativ xarakter daşıyır. Məcburən yaratmalı olacaqsınız. Niyə görə? Ona görə ki, ictimai şuraların formalaşdırılması barədə elanlar bələdiyyənin internet saytına verilməlidir. İnternet saytına verilməsi üçün, əhalinin bələdiyyənin qərarlarında tanış edilməsi üçün, ictimai şurada iştirakı təmin olunması üçün, onun formalaşdırılması üçün internet direktörləri olmalı. Ona görə də bu qanunun özünün də həyata keçirilməsində bələdiyyələr öz üzərinə düşən missiyanı yerinə yetirməlidir. Bu qanun nə üçün nəzərdə lazımdır? Bu qanun korrupsiyanın dövlət idarə etməsində istəyir, yerdə idarə etmədə negativ halların aradan qaldırılması üçün, şəffaflığın təmin olunması üçün, transparentliyin təmin olunması üçün son dərəcə böyük əhəmiyyət kəsb. Yəni, korrupsiya belə bir sahədir ki, biz hamımız korrupsiya qarşı mübarizə aparmalıyıq. Bələdiyyə üzrə dövlət qulluqçusu da vətəndaş cəmiyyətinin nümayəndələridir. Mən bir daha təşəkkür edirəm ki, vaxtınızı ayırdınız, tədbirdə iştirak elədiniz. Çox sağ olun, müəllim. İndi çıxış üçün söz verirəm. Beynəlxalq münasibət.